özümü necə define eləyirəm sadəcə 3 sözlə? Məcburi hər şeyşünas deyərdim. Və hamınız oturub mənə baxırdınız. Sən oynadın. Birinci dəfə Samino'dan çek. Şahin bəy, salam. Salamlar. Xoş gəlmisiniz. Xoş gördük. Gəlin başlamazdan öncə özümüzü 3 sözlə ifadə edək. Bu bizim mənə nədir? Mən deyərdim entrepreneur, prodüser, yaradıcı. Sualları keçid etsək, deməli ilk sualımız budur ki, kreativ ifadə vasitəsi kimi oyunları digərlərindən fərqləndirən nədir? Ümumiyyətlə oyun yaratmaq bir sənətdir, yoxsa sadəcə texnoloji bacarıq? Əkinçidə bu barədə qısaca bəhs eləmişdim. Mən belə düşünürəm ki, ümumiyyətlə oyunları digər media tiplərindən ayıran ən əsas özəlliyi interaktivliyidir. Çünki biz musiqiyə qulaq asanda, hansısa rəsmə baxanda, hansısa kitabı oxuyanda, hansısa filmi izləyəndə nəticə etibarilə biz sadəcə və sadəcə izləyəcəyik. Bizim heç bir şəkildə baş verənlərə müdaxilə eləmə şansımız yoxdur. Oyunlarda isə bu tamamilə dəyişir. Belə ki, biz sadəcə izləyici yox, iştirakçıya çevrilərik. Və bu bizim yaşadığımız o emosiyalara, bizim agency deyilir buna ingiliscə, iştirak eləmə, müdaxilə eləmə şansı qatır. Sualın ikinci hissəsi ilə əlaqədar isə onu deyə bilərəm ki, bir növ məncə yekun nəticə etibarilə oyunlar bir sənət əsəridir. Amma ümumilikdə oyunları ortaya çıxaran 3 əsas hissə var. Bu dizayn, texnologiya və sənətdir. Onlar birlikdə toplanıb bir çox insanın zəhmətinin nəticəsindən yekun olaraq ortaya sənət çıxır. Oyun sənayesində inqilab edib deyə biləcəyiniz oyunları sadalaya bilərsiniz? Bir neçə oyun nümunə olaraq göstərmək istəyirəm. Belə ki, oyunlar da bir çox digər həyatımıza daxil olan aspektlər kimi hərbi sənayedən daxil olub həyatımıza. Ən başda oyunlar çox da kommersial, yəni qazanc potensialı olan bir sənət növü deyildilər. Daha çox simulyasiya funksiyası görürdülər. Amma Pong oyunu ilk dəfə oyunların kommersial dəyərini ortaya çıxardı. Bundan sonra bir çoxlarımız uşaqlıqda oynadığı Super Mario Bros. Super Mario dediyimiz oyun var. Hansı ki, bir çox aspekti oyunlara daxil eləmiş oldu. Bunların içərisində 2D platformer məsələsi var. Ümumi levelların strukturu məsələsi var. Ən maraqlılardan biri bir növ çox irəliyə atlamış olacaq olsaq Minecraft oyunudur. Bilmirəm, bir çoxları bilir yoxsa yox. Minecraft oyunu nəticə etibarilə sadəcə bir nəfər tərəfindən hazırlanıb və oyun istehsal olduqdan 3 il sonra Microsoft tərəfindən 2.5 milyard dəyərlə satın alınıb. Bu günə qədər həmin o oyun, baxmayaraq ki, sadəcə bir nəfər tərəfindən istehsal olunub, səhv eləmirəmsə 300 milyona yaxın kopya satıb və ən çox satılmış oyun olaraq bilinir. Bu oyun nəticə etibarilə fərdi tərtibatçıların, yəni indie developerların nə qədər böyük potensiala sahib olduğunu ortaya çıxarır. Yəni, baxmayaraq ki, siz təksiz, siz belə milyonlara, milyardlara həm qazanma, həm onlara öz hisslərinizi, düşüncələrinizi çatdırma imkanına sahibsiniz. Bəs bütün bu uğurlu oyunların ortaq nöqtəsi nədir? Oyun sənayesi maraqlı olduğu qədər də qəliz sənayedir. Və heyf ki, bu dediyin sual bir növ milyardlıq sualdır. Heç kəs spesifik olaraq hansı özəlliklərə sahib olan oyunların uğurlu oyun olacağını bilmir. Belə ki, biz bazardakı oyunlara baxsaq, görərik ki, 100 milyonlarla vəsait xərclənib mütəxəssislər tərəfindən düzəldilmiş oyunlar var ki, hansılar ki,
uğur əldə edə bilmir və fail edirlər. Amma bir növ çox daha kiçik ölçüdə baxacaq olsaq, bir növ emotional loop ortada olmağa tələb olunur. Belə ki, uğurlu oyunların bir çoxları oyunçunun qarşısına hansısa da maraqlı aspekti qoyur. Sonra hansısa maneə yerləşdirir, hansını ki siz aşmalısınız və onun nəticəsində sizə müəyyən bir mükafat verir. Və bu curiosity, challenge, reward loopunun nəticəsində siz davamlı olaraq oyun içərisində həmin o mükafat almaq üçün oyuna davam etməyə çalışırsınız. Oyun yaradan zaman hansı mərhələ daha çətindir sizcə? Kod, ideya yoxsa dizayn? Oyun istehsalatının mərhələləri açıqcası onlar deyil. Oyun istehsalatı dəhşət çox animation, sinemanın istehsalatına oxşuyur. Onlarda 4 mərhələ var: development, pre-production, production və post-production. Oyunlarda da çox oxşardır. Bizdə 3 mərhələ var, bizdə development mərhələsi yoxdur. Bizdə pre-production var, production və post-production. Ən qəliz hissəsi bu sadaladıqların içərisində mən deyərdim ki, ümumilikdə dizayn məsələsidir. Çünki siz oyunu istehsal etməyə başlayanda ortaya çıxan bir çox sənət tərəfdəki məsələn 3D modellər, 2D rəsmlər, onların istehsalatı ilə əlaqəli hər hansı bir problem çıxanda onları mütəxəssislər yetərincə rahat şəkildə əlləməyə bilirlər və kod tərəfdə də eyni məsələ keçərlidir. Dizayn tərəfdəki məsələ belədir ki, heyf ki A nöqtəsindən B nöqtəsinə gedişin birbaşa yolu yoxdur. Və siz davamlı olaraq hər hansı eksperiment edib nəticələrin uğurlu olub-olmadığını bir növ ölçüb, sonra eyni şəkildə davam etməli olursunuz. Bir növ nəticəyə baxırsınız, feedback əsasən öz qərarlarınızı dəyişirsiniz. Oynadığımız oyunlar xarakterimiz haqqında nələrsə deyirmi? Yəni məsəl üçün şiddət oyunları insanları şiddətə yönləndirə bilər və yaxud da ümumiyyətlə oyunlar üzərimizdə nə kimi psixoloji təsirləri var? Bunun iki hissəsi var bu sualın bir növ. Birinci hissəsi odur ki, 90-cı illərdə yayımlanmış Bartle taksonomi deyilən oyunçu tiplərini bir növ təyin edən bir yanaşma var. O yanaşmaya əsasən oyuncular ümumi olaraq 4 tipə bölünür. Bunlar achieverlar, socializerlar, killerlar və explorerlardır. Və hər birinin bir növ tipajı fərqlidir, onların oyunlardan gözlədikləri fərqlidir. Və ona əsasən də bir növ bizim onlara verməyə çalışdıqlarımız fərqlidir. Amma son illərdə bu yanaşmanın tamamilə səhv olduğu şəklində düşünür game dizaynerlər. Belə ki, daha çox düşünülən məsələ odur ki, oyunlar bir növ bizim kimliyimizi ortaya çıxartmaqdan daha çox bizim moodumuzu, keyfimizi ortaya çıxarır. Necə ki, siz keyfinizdən asılı olaraq fərqli musiqilər dinləyirsiniz günlərdən, yəni fərqli günlərdə, fərqli həftələrdə. Eyni şəkildə oyunlarda da sizin keyfinizdən asılı olaraq siz bəzi günləri sadəcə fərdi oyunlar oynamağı tərcih edirsiniz, bəzilərində isə dostlarla yığışıb birlikdə nələrsə oynamağa çalışırsınız. Ümumiyyətlə mənim əhvalım belə deyə də sırf oyunun asanlığı ilə bağlı dəyişir. Niyə? Çünki açıq deyim, çətin oyun mənə maraqlı gəlmir bir yerdən sonra. Ki asan olsun, mərhələlər keçim tak belə olsun da. Amma bir yerdə ilişəndə neçə dəfə olub ki oyunu silmişəm. Özümdən asılı olmur yəni. Buna rage quit deyirlər. Bunu misal üçün daha rahat necə eləyə bilər ki, hamı ancaq dayanmadan yol keçsin. Yenə biraz da işin teorik tərəfindən danışım. Buna state of flow deyirlər. Və state of flow bir növ bizim oyunlardan asılı hala gəlməyimizə də müəyyən hallarda gətirib çatdıra bilər. State of flow dediyimiz şey bir növ nədir? Əgər biz oyunu irəlilədikcə eyni çətinlikdə qalsa, vaxt keçdikcə biz oyuna daha çox hakim oluruq. Əgər çətinlik səviyyəsi artmırsa, bir yerdən sonra bizim ürəyimiz sıxılmağa başlayır. Biz deyirik ki, bu oyun nədir, bu onu atırıq. Əgər çox sürətli şəkildə çətinləşsə,
biz baş eləyə bilmirik ondan. Biz düşünürük ki, hə, bu yaxşı dizayn olunmayıb, onu tərk eləyirik. Və bu ikisinin arasında bir növ qalan həmin o kanala state of flow deyilir. Dizaynerlər həmişə çalışırlar elə etsinlər ki, oyunçuları həmin o kanalın içərisində saxlasınlar. Bunun üçün fərqli yanaşmalar var oyun tərtibatında. Onlardan məsələn biri odur ki, sizin qarşınıza çıxan maneələr, onlar dinamik olaraq dəyişir. Bilmirəm, racing oyunlar oynamısınız, yoxsa yox. Əvvəllər düzəldilən maşın yarışı oyunlarında belə idi ki, AI sürücü sizdən müəyyən qədər qabağa keçəndən sonra siz artıq bilirdiniz ki, axıra qədər də oynasam onsuz da gəlib çata bilməyəcək. Mən birinci olmaq şansım yoxdur, onun maneəsi yoxdur, mənim yanımda 5 nəfər var. Bəli. İndi bunun məsələ tamamilə dəyişib. İndi bunu başa düşür oyun tərtibatçıları. Və məsələ bu vəziyyətə düşür ki, qabaqda olan üçün daha az imkanlar yaradırlar. Bir növ arxada olanlar üçün daha çox imkanlar yaradırlar. Onlar sürətlərini artırsınlar. Rəqabət etməsin, bəli. Beləcə siz davamlı olaraq bilirsiniz ki, mən geriyə düşsəm də gəlib çatma şansım olacaq. Ona görə də bir növ bunu əldən qaçırmırsınız, oynamağa davam edirsiniz, amma bunun istisnası olan oyunlar var. Souls-like dediyimiz oyun tipi var. Bu Dark Souls dediyimiz oyundan gəlir. Bu oyun bir növ mazoxist insanlar üçün nəzərdə tutulub. Hansılar ki, özlərinə işgəncə edilməyini sevirlər. Bu tip oyunlarda siz hər hansı bir anda ölmə ehtimalınız var. Və təkrar bir növ dirilib, biraz irəliləyib, ölüb, təkrar ən başa qayıdıb eyni yolu keçməyə çalışırsınız. Sizcə süni intellekt oyun sənayesinə nə kimi müsbət və mənfi təsirlər göstərəcək? Sizin indi komanda olaraq sıfırdan yığdığınız, qurduğunuz oyunlar nə zamansa bir promptla yığılma ehtimalı varmı? Yəni ixtisasınız ümumiyyətlə risk kateqoriyasına daxildirmi? Biz hal-hazırda süni intellekti oyun istehsalatında aktiv şəkildə işlədirik. Biz süni intellekti sadəcə alət olaraq görürük və bizim ümumi olaraq süni intellektə yanaşmamız budur ki, o lazımsız insan əməyini azaldır. Bunu nə mənada ifadə edirəm? Məsələn, normalda bir deyək ki, personaj hazırlanacaq. Onun üçün ilk öncə konsept art hazırlanır və ya hansısa bina hazırlanacaq. Onunla əlaqəli konsept art hazırlanır. Normal, məsələn, buna yanaşma tərzi odur ki, komandada konsept artist var, o oturur, məsələn, 5 dənə fərqli konsept art generate etməyə çalışır. Sonra onları gətirib art direktora göstərir. Art direktor da deyir ki, okey, bax bu konsept artında birincidə filan şeyi bəyəndim, ikincidə bu aspekti bəyəndim, üçüncüdə bunu bəyəndim. Sonra həmin konsept artist o 5 dənə hazırladığı konsept artdan bir yekun konsept artı ortaya çıxartmış olur. Və nəticə itibarilə ən başda ortaya çıxarılmış o 5 ilkin addım bir növ zibilə atılmış olur. Biz hal-hazırda bu ilkin addımı avtomatlaşdırmağa çalışırıq süni intellekt vasitəsilə. Yəni bizim komandada konsept artist ilkin olaraq 5 dənə zibilə gedəcək konsept artı hazırlamaq əvəzinə AI vasitəsilə onları ortaya çıxarır və sonra onları eyni şəkildə art direktora göstərir. Verilən rəyə əsasən cəmi bir dənə konsept artı hazırlanır. Beləcə sürət artmış olur, lazımsız iş ortadan qalxmış olur. Uzun perspektivdə məncə müəyyən aspektlər daha çox avtomatlaşacaq. Amma bunlar düşünmürəm ki, bizim məsləyimizi ortadan qalxmağına səbəb olacaq. Məncə sadəcə transformasiya edilməyi gözlənilər. Çünki məsələn əvvəl olan faytonçular maşınlar çıxanda bir növ maşın sürücülərinə çevrildilər.
burada da eyni şəkildə bir növ bunu qəbullanmayan, mən hələ də faytonçu olacağam deyənlər bir çoxu geridə qalacaq. Yeni texnologiyanı qəbul edən və bir növ onu istifadə edənlər texnologiya ilə birlikdə qabağa gedəcəklər. Biz də bilirik ki, oyun yaradıcıları istəmədən də olsa nələrsə təbliğ edirlər və təbliğat, yəni belə olmasa, ən azından data müharibəsi üçün əsas məqsədlərdən biri daha çox data toplamaqdır. Bəs bunda sizin məqsədiniz nədir? Əslində bu sual iki hissədən ibarətdir. Birinci hissəsi data toplamaqla əlaqəli. Bununla əlaqəli dünyada gündən-günə vəziyyət dəyişir. Avropada, Amerikada bu data toplamağı və onun istifadəsi ilə əlaqəli, məsələn CDPR Avropada qəbul olundu, Kaliforniyada bir qanun qüvvəyə mindi və onlar datanın toplanmasını və istifadəsini bir çox cəhətdən limitləyirlər. Hansı ki, əla şeydir və ümid edirik ki, Azərbaycanda da bizim vətəndaşların datalarını və hüquqlarımızı qoruyacaq qanunlar qəbul olunar və qlobal oyunçular onlara uyğun hərəkət etmək məcburiyyətində qalarlar. Təbliğat tərəfi ilə əlaqəli danışacaq olsaq, mənə elə gəlir ki, nəticə etibarilə sənət müəyyən bir mədəniyyətin təmsilidir və bu bir çox cəhətdən düzgün anlaşılmasa belə biz bir millət olaraq və yaradıcılar olaraq mümkün olduğunca öz yaratdığımız sənət əsərlərində öz mədəniyyətimizi bu və ya digər şəkildə təmsil etməliyik. Bu hansısa propaganda deyil, daha çox dünya cəmiyyətinin bizim mədəniyyətimizdən kifayət qədər xəbərsiz olmağı problemini bir növ bağlamaq imkanı yaradır bizə və düşünürəm ki, oyunlar bu məqsəd üçün çox yaxşı alətdirlər. Biz oyunlardan kifayət qədər yaxşı istifadə etsək, onlar vasitəsilə dünyaya bizim mədəniyyətimizin nə qədər rəngarəng olduğunu çatdıra bilərik. Heyf ki, bunun bir çoxları yanlış şəkildə anlayır. Bir çox qaynaqlarda Azərbaycan istehsalçıları tərəfindən düzəldilmiş oyunlarda Azərbaycan bayrağı olmadığını, Azərbaycanlı personajların olmadığı qeyd olunur. Amma mədəniyyətin tərənnümü sadəcə bu simvollarla olunur. Ölkəmizdən mədəniyyətdən söz düşmüşkən, Azərbaycanda oyun oynamaq uşaqlara, xüsusilə də oğlan uşaqlarına xas bir şey kimi başa düşülür. Dünyada isə baxsaq oyunçuların ortalama yaşı 40-ı keçib və hətta yarısı qadındır. Bizdə oyunlara qarşı bu yanaşmanın nə zaman və necə dəyişə biləcəyini düşünürsünüz? Məncə ümumilikdə Azərbaycanda oyunlara qarşı yanaşma sadəcə oğlanların məşğuliyyəti ilə də daha kənar, oyunlara qarşı yanaşma boş məşğuliyyət problemidir və heyf ki, bu səhv yanaşmadır. Çünki oyunlar bir çox cəhətlərdən həm uşaqlar üçün, həm böyüklər üçün bir çox imkanlar yaradırlar. Spesifik nümunələr gətirərəm, amma oyunlar bir növ çətin dövrdə, çətin məqamda olan insanların bir növ həmin o emosional vəziyyətdən çıxmaqlarına dəstək olurlar. Biz bir dövrdə İraqda olan Amerika hərbiçiləri ilə bir oyun oynayırdıq. Və onlarla oynadığımız oyunda bir növ forumlardan birində onlara verilən sual oydu ki, sizə Amerika vergi ödəyicilər pul vermirlər ki, siz orada gedib oyun oynayasınız. Rütbəli hərbiçilərdən birinin bir növ anlatdığı, izah etdiyi aspekt də buydu ki, əgər hərbiçilər öz üzərlərində yığışan bu stresi oyunlar vasitəsilə çölə atmaq şansı əldə etməsələr, oyunlar bir növ stres daha çox hərbiçi öldürər, nəinki düşmənlər. Ona görə də oyunların bizim həyatımızda əslində yetərincə böyük funksiyası var. Və ölkəmizdə daha çox oğlanların oyun oynama məsələsi məncə gündən-günə dəyişir və yaş bölgüsü məsələsi də dəyişir. Bundan qısa müddət əvvəl ofisimizdə
qardaş studiyanın işçilərindən biri ilə danışırdıq. Orada açıqcası çox kompetitiv oyun oynayan bir xanımla danışdıq. Və mənim üçün çox maraqlı idi ki, artıq xanımlar da çox kompetitiv multiplayer oyunlar oynayır Azərbaycanda, çox oyunçulu oyunları. Yəni məncə artıq bu qlobal olaraq da təbii ki dəyişir və nəticəsində Azərbaycanda da bunun əsaslı dərəcədə dəyişdiyini görürük. Bəzi yerlərdə var ki, həqiqətən də yəni insanlar girir saatlarla falan, yəni məşğul olur oyunlarla ki, indi bu o virtual həyata nə qədər adaptasiya olur və yaxud da o pis vərdişdirmi, yaxşı vərdişdirmi, onu yəni bilmirəm. Bu yaxınlarda hətta bir xəbər də oxudum ki, Bəşər Əsəd Rusiyadadır, ev dustağı olub və oyun ardıcısı olub. Hə. Yəni bu bir növ elə həmin o fikrə gəlir çıxır ki, insanlar yəni realda məsəl üçün də indi düzdür o sənədli filmdir ki, real həyata da təsir edə bilər. Ümumiyyətlə bu oyun abidəçiliyini insanlar necə tənzimləməlidir? Bunun yenə sualın bir neçə tərəfi var. Gəlin çalışın bir neçə bu tərəfinə toxunum. Birincisi artıq oyunlar əvvəllər çox limitli potensialları var idi. Artıq oyunlar sadəcə oyun olmaqdan çıxıblar. Oyunları bir çox halda daha fərqli istiqamətlər üçün istifadə edirlər. Məsələn, bu Covid-in təzə yayılmağa başladığı dövrlərdə biz bir müştəri üçün hazırladığımız layihələrdən biri sırf bu istiqamətdə idi. Belə ki, həmin o dövrdə siz heç kəslə eyni yerdə olma şansına sahib deyilsiniz real həyatda. Amma virtual həyatda bir yerdə olmaq, bir yerdə vaxt xərcləmək, hansısa aktivitələr, hansısa fəaliyyətlərdə olmaq şansı əldə edirsiniz. Bir növ Nərzin gətirdiyi nümunə də bu tipdəndir. Çünki dünyada yetərincə çox insan var, hansıların ki fiziksel olaraq bir çox aktivitədə olma şansları yoxdur. Bir çox şeylər eləyə bilmirlər, hərəkət eləyə bilmirlər, heyf ki. Amma oyun dünyaları onlara bu limitləri qırmaq şansını verir. Bizim bir çox halda bunun aludəçisi olma heyf ki, riskimiz olduğu kimi qalır. Biz oyun dizaynerləri olaraq davamlı olaraq çalışdığımız şey odur ki, bu hal olmasın və bunun bir növ limitləyən mümkün olduğunca aspektlər ortaya qoymağa çalışırıq da. Bunun üçün nümunəvi istisnavi oyunlar var. Məsələn, FIFA dediyimiz bu Electronic Arts-ın istehsal etdiyi oyunlar. Bu oyunlar bir çoxları tam tərsi yanaşmaları tətbiq edirlər və bu yanaşmaların nəticəsi olaraq bir çox istiqamətlərdə aludəçilik ortaya çıxır. Bunlardan məsələn biri qumar tipli oyunlara maraqlar formalaşmaqdadır. Aviator. Bəli, insanlar bu tip oyunlar, məsələn, FIFA-da sizin əldə edəcəyiniz mükafatın nə olduğu bir çox halda məlum deyil. Siz açırsınız qutunu və onun içərisindən nəsə çıxır və bu qumarda qarşınıza çıxan mükafat mexanizmi ilə çox oxşardır. Ümumi olaraq biz irəlilədikcə həm Avropada, həm Amerikadakı qurumlar çalışırlar daha və daha da çox bu tip aspektləri limitləsinlər. Niyə baxdın? Mən elə saat var dedim, görəsən nə qədər gecdir. Vallahi. Həkim indi orada kimsə kəssin. Son olaraq sizdən bir tövsiyə almaq istəyirdik. Oyun sevməyənlərin fikrini dəyişdirə biləcək hansı oyunları tövsiyə edərdiniz? Mənim ilk olaraq tövsiyə edəcəyim oyun Journey adlı oyundur. Belə ki, Journey oyun deyil, daha çox experience-dir. O bizim bir növ həyatımız boyunca getdiyimiz yolu qısaca olaraq 2-3 saat içərisində necəsə bir növ ifadə etməyə çalışıblar. Spoiler vermək istəmirəm. Bir növ siz səhrada tənha olaraq gəlib düşürsünüz. Bir
səyahət var qarşınızda, journey var. Yol boyunca müəyyən maneələr və müəyyən sizinlə birlikdə gedə biləcək şəxslər var. Və bu bir növ experience keçib sona çatmağa çalışırsınız, amma prosesdə ümid edirəm ki, bir çoxlarının anlayacağı aspekt məsələnin yekun nəticə yox, səyahətin özü olmağıdır. Bir növ bunu tərənnüm edir Journey oyunu. İkinci çox məsləhət görəcəyim oyun Gris adlı oyundur. Bu İspan studiyası var, Nomada Studio səhv eləmirəmsə. Onların istehsal etdikləri oyundur. Bir xanım öz anasını itirir, anası ilə birlikdə səsini də itirir. Və ondan sonra kədərin fərqli fazalarından necə keçdiyini bir növ oyun tərənnüm edir. Çox sadə oyundur prinsipial olaraq, amma oyun içərisindəki aspektlər siz onların nəyi ifadə etdiklərini bir növ düşünməyə başlayırsınız. Hekayələri var da oyunlar. Belə deyim. Oyun içərisindəki məsələlər hekayədən daha çox, məsələn, ən başda sizə qarşı möhkəm külək əsir. Həmin külək sizi arxaya itələyir. Və siz həmin o küləyə qarşı gəlmək üçün daşa çevrilməlisiniz. Maraq. Belə kiçik aspektlərlə bir növ sizə həmin o proses nədir? Bir növ kədər, ondan sonra depressiya, sonra qəbullanma və s. Bu addım-addım bu prosesin necə irəlilədiyini göstərirlər. Bu tip başqa da məsləhət görəcəyim bəzi oyunlar var. Stray var, hansın ki, yenə də Nərgizlə birlikdə oynamışıq. Haradakı siz bir pişik olmanın necə bir hissi olduğunu bir növ yaşayırsınız. Dostlarınızla bir yerdəsiz, ola bilər ki, qardaşlarınızla. Sonra ayrı düşürsünüz və çox fərqli bir dünyanın bir parçasına çevrilirsiniz. Haradakı insan yoxdur, heyvan yoxdur, sadəcə robotlar var. Və bir növ həmin o maraqlı bir dünyadasınız, anlamağa çalışırsınız, nə baş verir, niyə bu yerdədir dünya və s. Mən əsas bu üç oyunla start etməyə məsləhət görərdim. Mobil tərəfdə heyf ki, məsləhətlərim olmayacaq. Daha çox PC tərəfdə məsləhətlərim olur. Təşəkkürlər Şahin bəy. Sağ olun ki, dəvətimizi qəbul edib gəldiniz. Sizinlə həmsöhbət olmaq çox xoş idi. Təşəkkür edirəm. Çox sağ olun dəvəti görə.